Rəbbimiz yaşayır. Bir gün möcüzə oldu dünyada. Məryəmin özü getdi məzara. Qayğı çəkirdi Məryəm. Daşı kim götürəcək indi qapıdan? Baxanda çaşdı, qorxub dayandı. Baxdı, oğlu yoxdur məzarda. Kim götürdü, kim apardı onu? Ağladı Məryəm, göz yaşı tökdü. Yoxdur Məsihim deyib söylədi. Rəbbimiz bu anda görsəndi ona. Ne üçün ağlayırsan? Söylədi ona. Məryəmin elə bir gözü bağlıydı. Tanıya bilmədi o öz İsasın. O Tanrı gözünü açdı Məryəmin. Tanıdı Rəbbini, tanıdı Məryəm. Dedi ki, Rəbb İsa, get dostlarıma, söylə ki, Rəbbiniz dirilib daha. Bəzisi bu sözə iman elədi. Bəzisi şübhədə qaldılar tamam. İnanın, Rəbbiniz dirilib daha. İnanın, Rəbbiniz yaşayır daha. Amin.